Bismillahirrahmanirrahim. Salam, hörmətli müsəlman və bacı qardaşlarım. Bugünkü mövzumuz Qədir gecəsinin sonuncusu Ramazan ayının 23-cü gecəsi mövzusunda olacaq. Bu gecə 19-cu və 21-ci gecələrdən daha fəzilətlidir. Bir çox hədislərə əsasən böyük ehtimalla bu gecə Qədir gecəsidir. Bunu hədislərin birində İmam Baqir əleyhissalam buyurur ki, Cəhəni adlı bir kişi Ramazan ayında Peyğəmbərimiz salam olsun ona və onun əhl-beytinin yanına gəlib ərz edir ki, mən çox vaxt Mədinədən kənarda oluram, çünki dəvələrim, qoyunlarım vardır və hər gecə Mədinəyə gələ bilmirəm. İstəyirəm mənə bir gecəni təyin edəsiniz ki, mən həmin gecə Mədinəyə gəlib namaz və ibadətlərlə məşğul olun. Peyğəmbərimiz onu öz yanına çağırır və onun qulağına o müəyyən gecəni dedi. Cəhəni də hər dəfə Ramazan ayının 23-cü gecəsi olduqda öz ailəsi, övladları və xidmətçiləri ilə bir yerdə Mədinəyə gəlir. Həmin gecəni orada keçirib sübh olduqda öz evinə geri dönərdilər. Rəvayət olunur ki, Peyğəmbərimiz Ramazan ayının 23-cü gecəsi yuxuya getməsinlər deyə öz ailəsinin ailə üzvlərinin üzünə su səpərdi. Bir çox hədislərdə oxuyuruq ki, Qədir gecəsi Ramazan ayının 23-cü gecəsidir. Mərhum Əllamə Məclisi də Zadul Məad kitabında yazır. Saysız mötəbər hədislər də əsas verir ki, Ramazan ayının 23-cü gecəsi Qədir gecəsidir. Ramazan ayının 23-cü gecəsində Qədir gecəsinin müştərək əməllərinə əlavə bir neçə əməl də yerinə yetirilir. İmam Sadiq əleyhissalam buyurub, hər kim Ramazan ayının 23-cü gecəsində Ənkəbut və Rum surələrini daha doğrusu oxusa, and olsun Allaha cənnət əhlidir. Bunu İmam Sadiq əleyhissalam buyurub. Sonra 1000 dəfə Qədir surəsini oxumaq, Duxan surəsini oxumaq tövsiyə olunur. Sonra Ramazan ayının 23-cü gecəsinin məxsusi olan bir duası var, onu oxumaq da tövsiyə olunub. Bismillahirrahmanirrahim. Ey Qədir gecəsinin Rəbbi və onu 1000 aydan üstün edən, ey gecə və gündüzün, dağların və dəryaların, qaranlıqların və nurların, yerin və göyün Rəbbi, ey vücuda gətirən, ey surət bəxş edən, ey əta edən, ey nemət verən, ey Allah, ey Rəhman, ey Allah, ey əbədi, ey Allah, ey vücuda gətirən, dərəcələrində qərarlaşdırasan, günahlarımı bağışlayasan, mənə elə bir yəqin əta edəsən ki, daim qəlbimlə bircə olsun və mənə elə bir iman əta edəsən ki, şəkk şübhəni məndən uzaqlaşdırsın. Mənə qismət etdiklərinə məni razı et. Dünya və axirətdə mənə gözəl nemət ver. Məni yanar odun əzabından qoru. Bu gecədə öz zikrini və şükrünü, sənə tərəf rəğbəti, qayıdışı və tövbəni mənə ruzi et. Mənə ruzi et. O işlərdə müvəffəqiyyət ki, Muhammədi və əl Muhammədi salam olsun onlara, bu işlərdə müvəffəq etmisən. Amin. İmam Sadiq əleyhissalam buyurub ki, bu duanı da oxumağı tövsiyə edib. Ey Allahım, Qədir gecəsində hikmətli əmrinlə qəti hökmünü verərkən, o hökm ki, artıq geri qaytarılmır və dəyişməz qalır. Məni öz evinin hacılarının sırasında yaz. O hacılar ki, həcləri qəbuldur və səyləri qiymətləndirilmişdir. Günahları bağışlanmış və xətalarının üstü örtülmüşdür. Uzun ömür və bol ruzini mənim barəmdə hökm ver və müqəddər et. Amin. Ramazan ayının 23-cü gecəsi qüsul etmək, əhya saxlamaq və İmam Hüseyn əleyhissalamı ziyarət etməyin böyük fəzilət vardır.
Həmçinin Qədir gecələrində qılınan 100 rükət namazın da böyük savabı vardır. Şeyx Tusi Təhzib kitabında Əbu Bəsirdən nəql edir ki, İmam Sadiq əleyhissalam belə buyurdu: Qədir gecəsi olmasına ümid bəslənilən həmin gecədə 100 rükət namaz qılın. Hər rükətdə həmddən sonra 10 dəfə İxlas surəsini oxuyun. Əbu Bəsir soruşur: Əgər namazı ayaq üstə qıla bilməsəm, nə edim? İmam əleyhissalam buyurur: Oturan halda qıl. Əbu Bəsir yenə soruşur: Əgər oturan halda qıla bilməsəm, nə edim? İmam əleyhissalam buyurur: Yatağında uzandığın halda qıl. Mərhum Əllamə Məclisi Zadul Məad kitabında yazır: Bu gecədə bacardığın qədər Qur'an oxu, həmçinin Əs-Səfihətüs Səccadiyyənin dualarından oxu, xüsusilə də Məkarimül Əxlaq və Tövbə dualarını. Qədir gecələrinin gündüzlərini də ibadət və dua etməklə məşğul olmaq lazımdır. Hədislərdə buyurulur ki, Qədir gecələrinin gündüzləri Qədir gecələri qədər fəzilətlidir. Allah qəbul eləsin, Allah dualarınızı qəbul eləsin inşallah. Əssalamu aleykum və rəhmətullah.